Benim Şəkili Mamet Zapravkada işləyir, yanacaq doldurma məntəqəsində fəhlədir. Nəsə bu Zapravkanın da müdürkə ofisində oturur, o otaqda başlayıb buna fikir vermə, görün Mamet nə işləyir, görər, bir dənə baxalı maşın 100 minlik gəldi, sağladı. O Mamet, sən burada işləyirsən, Mahmud öpür, qucaqlı. Polunu bax, bu geyir, Lexus gəl, o gəl, BMW gəl. Müdürdür da işləni deyir, adi bir dənə fəhlən, hörmətinə bax, mən bunu öyrənəcəm, gəl deyir, Mamet, bayaqdandır sana fikir verirəm, sən nə bilə hörmətin var, bu nədir, maşallah, deyir, nə danışsan, ay müdür, mən Roma papasla tanıyır, deyir, Mamet, mən tərs adam ama, geyək görüm sən ki, hardan tanıyır Roma papası, deyir, inanmırsan, geyək da, 2 dənə bilet uçurlar bunlar Roma'ya. Yoxsa gəlirlər o meydana görürlər, Roma papası çıxır, İtalyanlar, millət yığılır, bu da əllə, zadla, deyir, bu da dayan, mən oradan gəlib, sana əl eləyəcəm. Deyir, oldu ki, yaxınlaşır Roma papasına, telefon içərlər, Mamet, xoş gəldin, sabah gəlmişsən, bazen bir xəbər eləyəm, çıxır yuxarı Roma papasından yanında görüşür, yanında dayanır Roma papasının, başlayıb belə əl eləmə, müdürə baxır. Müdür də həblə görüb, ürəyi yıxılır, düşür, tez yürürlər bunun qaqsı ilə zadla ayıldırlar. Ya nə oldu? Amiddir, uduzmusan da da, nə ürəyin yıxırsan? Deyirlər, vallah Mamet, o Zapravka səndir, mən uduzdum, amma mən ürəyim yıxılmağımın səbəbi var. Sən o Roma papasının yanına nə bilə, mənə baxıb əl eləyəndə, bu da 5-10 dənə İtalyanını bilsən, nə dedi? Qayıb dedilər ki, o Şəkili Mametdir, onu tanıdıq. O böyründəsi kimdir?